Salamlar, necəsiz? Vlogumu izləyən gözəl xanımlar. Sizi gec də olsa 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Üzünüz hər zaman gülsün. Yəqin bu vlogu ikinci gün paylaşaram. Buna görə yel çərşənbənizdə mübarək. Bu vloqumda 2-3 günün qısa fraqmentləri olacaq. Bu gördüyünüz hədiyyələri qızıma bağçada diqqət və qayğı göstərən müəllimlərinə, müdirinə və həkiminə almışıq. İndiki zamanda bağçaların və məktəblərin çoxu bu hədiyyə alıb vermək prosesini yığışdırıb. Mənim düşüncəmə görə bunun həm müsbət, həm də mənfi tərəfləri var. Yadıma gəlir məktəb vaxtı bizdə hər zaman pul yığılırdı. İmkanı olan da olmayan da eyni pulu vermək məcburiyyətində idi. İndiki zamanda müsbət tərəfi odur ki, hər ailənin imkanı hədiyyə almağa yetmir. Və bu mövzu yığışdırıldığına görə ailə də, uşaq da hədiyyə almadığına görə özünü narahat hiss etmir. Mənfi cəhət isə odur ki, burada söhbət təkcə hədiyyədən getmir. Son illərdə müəllimlərə qoyulan hörmət və dəyərdən gedir. Müəllim sözünü o qədər ucuzlaşdırıblar ki, uşaqlar məktəbdə müəllimlərə istədiyi kimi davranır, tərbiyəsizlik edir, hətta şiddət belə göstərir. Əlbəttə, heç kimin ixtiyarı yoxdur ki, kiminsə uşağını söysün, kiminsə uşağını vursun. Amma bu, həm şagird, həm də müəllim üçün keçərlidir. Düşünün ki, şənbə bazarlar uşaqlarımızla vaxt keçirdirik. Bəzən anaların belə uşaqlarına səbri çatmır. Onların kaprizi, 2, 3, 4 yaş sendromları, müəllimlər sinifdə ən az 10 belə uşaqla məşğul olurlar. Və məncə bu müəllimlər özəl günlərdə dəyər görməyə layiqdir. Mütləq bahalı bir hədiyyə almaq vacib deyil. Kimin nəyə gücü və imkanı çatırsa. Yoldaşıma Bahar Store'da bu hədiyyələri məsləhət görüblər. O da mənimlə məsləhətləşdi, birlikdə bunları aldıq. Sağ olsunlar ki, üstündə kiçik bir hədiyyə mənim üçün də qoymuşdular. Mənim kiçik ətir kolleksiyam var. Həmin kolleksiyam nənəgildə bağdadır. Qismət olar sizə həmin kolleksiyanı da göstərərəm. Hədiyyələrimi götürüb getdim Duyğunun dalıca bağçaya. Sən bağçada nə edirsən? İşləyirsən? Baxacaq. Mən gələcəm yanıma. Ver mənə, ağırdır. Axı mən tutacağım nəzə. Hə, yaxşı, özün tut, gəl. Sən bugün mənə təbrik elədin. Hə. Dedin 8 Martın mübarək. Hə. Ay, kızım. Aygül xanım da təbrik elədin. Hə. Duyğu, bunun üstünə çıxım. Yox. Niyə? Söylərsən onu görə. Yıxılaram ölərəm. Yaxşı, çıxmaram. Bunlar isə evin kişilərinin 8 Mart'a qızımla mənə aldığı hədiyyələrdir. Qızım üçün kitaba bənzər boyunbağı alıb. Biraz da sizə qızımın hədiyyəni aldıqda reaksiyasını da göstərəcəyəm. İçində rus dilində yazılar var. Bu isə mənim hədiyyəmdir. Gümüş ürək boyunbağı. İlk baxdığımda ürəkdən başqa bir şey görməmişdim, fikir verməmişdim. Sonra yoldaşım çağırdı ki, gəl bir dəqiqə buna bax gör, bu nədir? Görəndə şok olmuşdum, açığı belə bir hədiyyə gözləmirdim. Fərqli, mənalı, düşünülmüş hədiyyələri çox sevirəm. Və bu hədiyyə də məni çox sevindirdi. Əlimiz adda düzəltib bax. Dubayda çəkilmiş şəkildə. Əvvəlki vloqlarıma baxanlar bilir ki, mən bujuteriya almağı və taxmağı sevmirəm. Hər zaman qolumda qızıl qolbağım olur. Həmin qolbağı çox sevsəm də Ayaz ikinci dəfə qırdığına görə artıq taxmıram. Can. Qan oldu burası. Yox, çəkərəm oldu bura. Yaxşı, sən bunu qopardın. Yaxşı. Bu videoda saçlarıma o qədər gülmüşəm ki. Ayazı yeni yatağına öyrəşdirməyə çalışıram. Bütün gecə saçlarımı yolub tökür. Səhər yeməkləri 2 dəqiqə gecikən kimi səslərini atırlar başlarına. Ona görə saçlarımı daramağa belə vaxt tapmamışam. Sonra da düşünürəm ki, bunların hər biri keçicidir. Uşaqlarım böyüyəcək, saçlarımı daramağa vaxtım olacaq. Vloqlarıma baxan analar mənim əsəbləşmədiyimi düşünür.
Çünki uşaqlarım meyvə yeyir, yerə tökür, evi dağıdır, aboy cırır, divar yazır. Əlbəttə mən də əsəbləşirəm, amma bu hallara deyil. Özünə zərər yetirə biləcək şeylər olduqda əsəbləşirəm. Mənim qonaq otağındakı xalçamı görən anaların bir çoxu bəlkə də infarkt keçirər. Üzərində hər meyvənin ləkəsi var. Nar kimi meyvələrin ləkəsi getmir. Onları sadəcə xüsusi dərmanlarla təmizləmək lazımdır. Uşaqlar evdə olduğu üçün mən də təmizləyə bilmirəm. Meyveler getirdim. Meyvəni götürsən. Hə, əpər. Əpər. Əslində bu çəkdiyim nümunələrə görə analar xoşbəxt olmalıdır. Çünki evi dağıdan və çirkləndirən uşaq varsa, deməli o evdə xoşbəxt və sağlam uşaq var. Siz bilsəz ki, nə qədər ailə övlad həsrəti çəkir, nə qədər ailənin övladı hər hansısa bir xəstəlikdən əziyyət çəkir və yaxud da uşaq arabasındadır. Bunları anladığınız zaman sizə dərd kimi görünən şeylər bir anda yox olacaq. Tam tərsi necə şanslı olduğunuzu düşünəcəksiniz. Xalçanı yuyacaqsan və yaxud da yumağa verəcəksən, təmizlənəcək. Divarın aboyunu yeniləyəcəksən, rəng çəkəcəksən, o yazılar gedəcək. Təki canları sağlam olsun, evdən səsləri gəlsin. Biz bu evi alanda cüzi dəyişikliklər etmişdik. Düzdür, evin çox hissəsini görmüsüz, istəsəniz amma ümumi ev turu da çəkərəm. Bizdən əvvəl bu evdə maraqlı bir ailə yaşayıb, evdə əndirəbadi şeylər ediblər, istəsəniz sizə göstərərəm. Həmçinin evini təmir edənlərə və ya yeni ev tikənlərə evi təmir edərkən nəyə diqqət etməli olduqlarını, bizim evdə olan səhvləri, düzləri, hamısını da göstərərəm. Bu arada sizdən bir xahişim var. Əgər mənim kanalımı izləyirsinizsə və ya çəkdiyim vloqlar xoşunuza gəlirsə, kanalıma abunə olun. Bu sizə adi gələ bilər, amma mənim üçün böyük bir şeydir. Yazdığınız gözəl şərhlər mənə motivasiya verir. Mamanı. Hansı istəyir mamanı? Güladı. Gülarə, niyə yansın istəyir? Güladı. Can. Necəsən? Necəsən? Yaxşıyam, sən necəsən? Necəsən mama? Yaxşıyam, ürəyim, sən necəsən? Bunu ne? Bu məni istəyir. Verərsən mənə? Sabah alacağım. Uyu. Ay Duyğu, mən səni çox istəyirəm. Mən də sən çox sevirəm. Sən mənim ürəyimsən. O şən yeyim mənə qış. Bu hədiyyəni balamın bağçasında hazırlayıblar. Çox gözəl düşünülmüş bir hədiyyədir. Gözəlim, 8 Martın mübarək. Çox sağ ol. Sənin də aç baxçın nədir? Şirin. Baxçın nədir? Boyun bağıdır, nədir? Sən? Bağlayın. Xoşun gəldi ürəyim. Nə deyərlər? Sen de sarıl çocuğum, öpüm seni. Asın mı ne? Benim balamın boynundan aşağı. Güzel. Saçlar tam öyle düzeldi ki asmak bir dakika atar için dünyanın en çetin işi. Bu vloqda mövzudan mövzuya keçmiş ola bilərəm, çünki bədahətən ağlımdan keçənləri deyirəm. Çünki çox zaman vloqlarımda bir mövzu seçirəm, onun ətrafında öyrənirəm, araşdırıram və danışıram. İndi isə ağlımdan keçdi ki, qızlara ailəsi, anası, əsas da atası, əgər evdə ata fiquru varsa, çox dəyər verməlidir, çox sevməlidir. Qızlar böyüdüyündə ona alınan ilk buketə, ilk səni sevirəm cümləsinə aldanmasın. Güzəllərim. Atası onu pis qoymuşsan, əli qalıb şeydə bax. Yazıqdır. Oyun oynamışam, qab yumuşam, palto yumuşam. Eti başa düşdüm, yumazdın da gecişdirmişsən. Mən nənə cürə demiş yaparım, uşaq biraz nənəsindən oynasın. Ne yazmışım? Ürəyi üzülüb saat 1'e işləyir. Səhərdən deyir ki, hava yaxşıdır, hava yaxşıdır. Dovşan nə vaxt gəlib gələcəm, götürəcəm, nə vaxt oynayacam. Qalın bir şey. Ailəsindən sevgi görən uşaqlar gerçək sevgini tapmaqda çox zaman çətinlik çəkmirlər. Ay saçı vurma, uzaqda durma, gel ay sevgilim,
Boynuna vurma. Ne oldu? Can. Bakma sepine. Bakın Sefibə. Bakın. Hani? Ne? Oradadır. Hə, gedərsən evdə nənəyə göstərərsən, yaxşı? Xoşuna gəldi? Qəşəng idi, hə, Duyğu? Temizdi. Təmizdir. Hə, təmizdir. Pantolon hazırdı. Çox sağ olun Tural bəy. Sağ olun. Mən heç kimlə dost deyiləm. Mən özümlə dostam. Öyle gördüm. Ana tut. Ne to? Aparım hə, alıram nənəcildə yeyərsən. Gözəlim, yaxşı? Yaxşı ürəyim, sənin üçün aldım. I bought it for you. Öyle deme, son vermeyecek bize. Diyeceğim ben çalıp bize hiç kim Yox, yemesin. deyirəm səfi sən kim aldı, deyə özüm aldım. Şirin balam. Öz-özünə səf alır. Özünü çox istəyir. Ay Allah, deyim mənə nə qəşəng yaratmısan. Ay Allah. Şey gibi, Falan. kosmetolog gibi. Ay sağ ol. İş yoldaşlarım görürüm yavru olan. Ondan yanında elə, Şaşırdım. iş yoldaşlarımın yanında elə zarafat verirəm ki, sən görsən bir yavru olaram. Yavaş yox, şuyurəm. I'm gonna drive slowly. Yavaş. Yavaş sürsün ata. Yavaş. Yine yavaş sür ata. Baş üstə gözəlim. Alright, I'm gonna drive slowly. sürətli gedən kimi yürüyün. Slowly. Slowly. Aycan. What? Oxumayım ya. İstəmirəm bizim səsimizi bəyəm. Biraz bizi halk artisti saymıyor. Biz də adamıq deyik. 2 dəqiqə dincəlin, qulağımız dincəlsin. Bizim başkan da düşüp. Can ayıldı. Tezden yattı. Elini gördü tut. Mərdəkan və Şuvalan yolunda Novruza aid maketlər yerləşdirmişdilər. Bilmirəm böyüdüyüm üçün yoxsa son illər heç bir bayramda bayram abu-havası hiss etmirəm. Bəs siz bayram abu-havasını hiss edirsiniz? Qəşəngdir, nə qəşəng. Nə gözəldir. Can. Ayazla aldı. Ben Ayazla ata alıb. Ayaz nata alıb sənin üçün, ikisi bir yerdə. Kim alıb Kim bəs? alıb? Hı? Kim alıb sənin üçün o sepi? Sən almışsın. Hani o burası gitti telefonu getirdiniz de multiksalda onun için. Ne yiyeceğim bu da? Ne yiyeceğim bu da? Kime zengin yiyeceğim? Məsəl üçün, içərisində nəsə var, şəkil var içərisində. Nə açsın, baxsın içərisinə. Aa, nə yazılıb burada? Nə gözəl sözlər yazılıb. Doçinka. Vermiştin acından sen. Allah bir zaktıka vermemiştin onu, vermiştin. Vermiştim. İkisi de iyi. Ay senin kurban. Adı bir senedir. Şirin Burada duyurdu. şey var, ana açarım mı sənin üçün? Batareya oxuyacaq sənin üçün. Yaxşı, oxuyanda. Biz bataryalı şeyler reddediyor. Bataryalı şeyler. Bütün gün baş beynimiz. Ha, hiçbir hoşun gelmedi. Çok sağ ol dedin. Ben çok sağ ol. Gözəlsən sən. Duygu. Gözəlsən. Salam. Salam, yaxşıyıq, sən necəsən? Aha, bura nə qoyuyorsun? Bu sütü məzləm içində nəsə var? Yemək üçün qoymuşam, bağçadan parça yollayın. Ne de öyle güldü. Ağırdı. Ağırdı. He, o əsas istədiyordu. Bir dənə şeydi də, sudan getir qoyayım. Kimə? Ne güzeldi. Noza bak. Aha, forsa bax, Forsa bax,
Buna kömək eləyin buna. Bu qoca arvada. Bəh, bəh, bəh. Nə qəşəng. Versace. Yığlar da ya. Bunlar lockdown. Plakdır. Sonra nə var orada? Ha, bununki bu da ya. Ay kız, ay kız. Bak ne güzel, ne güzel. Qurudarsan əllərini burada, yaxşı. Manikürlə Ha, bağlı. belə, hə, qurudursan sonra əllərini. Bu da duxudan çıxardıram səni. Bax, belə arxadan belə eləyirsən, çıxır bala. Bunlar sənki duxu deyil. Açma, bunu çəkirəm. Nerede? Duxudur, parfum. Ətri var. Krep qızatır. Lakı bək bağlı ya. İynə, iynə. Gəl bura, vurun. İynə? İynə. Nə qəşəngdir. Geldi. Bağçaya gedəndə vurarsan. Ana vurar səni gedəndə. Onu da o dağılan şeydi ya. O dağlar, prosta o dağıldı, sonra silə bilməyəcəksən onu heç. Vay, nə Kastım gözəl. almışsın onun üçün, kastımla. Hə, duyğunun demə. Duyğundur dəymə, duyğudur dəymə. Duyğudur dəymə. Ben de göstereceğim sənə indi. Nə qəşəng sumkadır Duyğu. Kimindir o? Что такое? Qəşəngdir, nə qəşəngdir. Nerede? Bu nerede? Orada heç nə yoxdur da. Heç nə yoxdur, heç nə deyil. Güzgülü daraldı. Şimdi bana yok ama. Ha, burada. Də göstər baxım güzgünlə Apar darağa. göster. Də güzgünlə darağa baxım yavaş ol. Ama biz lockdown çekilir. Lakı nə vaxt çəkəcəksən? Yox, böyüyəndə, 18 yaşı olanda. When you grow up and you are 18 years old. Yox, qonaqlıqda yox, böyüyəndə gözəlim. Yok konak değerinde ama biz onu göre ama bak çökende sonra bize ayrı büyüyende ama bize konak değerinde fark etmedi. When you grow up, when you are 18 years old, you're gonna use it, okay? But now, no. Mama pinkti. Ayca. Mama pinkti. Hə, amma böyük adamlar üçündür, yaxşı? Uşaqlara olmaz lak çəkmək. Ben kız ya. Hə də sən qızsan, amma gözəlim sən. Amma sən böyük qız deyilsən axı, lap böyük ol sonra, yaxşı şirinim. When you grow up, you're gonna use it. Bunun mənə arqument gətirməyinə bax. Qonaqlıqda. Mən qızam axı. Mən qızam qonaqlıqda, yayda, gəzməkdə. Bilir ya, haranı yemək lazımdır. Şirin. Gözəl. Ben bunu hoşlamak Sən də öyle deyəcəksən. Şu sen pink. Pink istəyirəm, hə, pink istəyirəm. Alacağım sen. Atası yavaş ol. Çatan da alacağım. Atası yavaş sür. Yavaş ol, yavaş ol. Yox, şuyurəm, yavaş olacağım.